Necəsiz? Sağ olun. Nə düşünürsünüz? Yoldaşım burada olmayanda paltarlarını giydirirəm. İndi gedirik. Mənim bu möhtəşəm piercinglərimi dəyişməyə, daha doğrusu çıxartmaq istəyirəm və artıq onun əvəzində istədiklərimi taxmaq istəyirəm. Və bu həftəni buradayam deyənə əsasən rəfiqələrlə görüş, valideynlərlə vaxt kimi bir həftə olacaq. Ona görə ümid edirəm ki, bu həftəlik vlog da sizin üçün də maraqlı olar. Zəhmət olmasa siz burada qeyd edərsiniz. Mən məsələn həmişə atamın, qardaşımın paltarlarına da keçirdim, giyinirdim onları da. Çünki paltar tapmayanda çətin olur. İndi yoldaşımın giymişim. Nə olsun ki, nə var ki burada? Düzdür. İndi Cəmilə onu da gördüm açkini. Ümumiyyətlə həmişə eynəkləri unuduram evdə. Sonra gözüm belə gəzirəm. Gərək qapının yanında qoyum ki, unutmayım. Başqa cür mümkün deyil. Hissəni çox gözəl ediblər. Əslində onsuz da bura ömür boyu hac idi. Mənası yox idi, amma indi görün nə gözəldir, park kimi olub. Hamı da qəşəng bura oturur, istirahət edir. Bazar ertəsi olmağına baxmayaraq şəhərdə dəhşət çox adam var və hava biraz artıq istidir. Biraz qalın giymişəm bu havaya görə, amma birazdan bilirəm ki, sərin olacaq və özümə minnətdarlıq bildirəcəm. Bu aralar biraz daha çox hərəkətli olub gəzməyə çalışıram açıq havada və su içmək mütləqdir. Mən onsuz da həmişə çox su içənəm. Yay fəsli gəldi deyən Allah çox. Sizə də tövsiyə edirəm, mütləq siz də çoxlu su için. Burada seçim edə bilmirəm. Həddindən artıq çoxdur. Və istəyirəm ki, daha sonra digər taxtıqlarımla da uyğun olsun. Məsələn, bunu çox bəyəndim, bunu bəyəndim. Sonra haradaydı o? Bu not olanı, ürək məsəl üçün. Bu mişqa da şirindir. Çoxdur da əslində. Ürəyi də var, belə ürək var, nə bilim, ayı var, beləsi var. Buna görə qalmışam indi belə. Bəli, gəldik salona. Piercingimi dəyişməyə artıq qaralmışdı. Əslində mənim piercingə qarşı biraz travma yaşamışdım daha öncə. Ətraflı sizə danışaram. Amma sağ olsun Nara xanım təzədən həmin travmaya şəfa verdi və qulağımda artıq bu nahiyədə yenilədik. Bu nahiyəyə görə isə tam dəqiq bilmirik. Gələn dəfə tam dəqiqləşdirəndən sonra həkimlə, cərrahla artıq buranı da istəyirəm yenidən deşdirim. Ətraflı sizə danışacağım. Nara xanım bizə bəzi piercing haqqında həqiqətləri və məsləhətləri verəcək. Hallarımı verəcəm. Deməli, bir piercingi taxırıqsa, onun sağalma müddətini qeyd edə bilərsiniz, zəhmət olmasa. Ən birinci onu qeyd edirəm ki, əgər piercing elətdirilirsə, mütləq yəni dərinizə uyğun bir material seçmək lazımdır. Ən uyğun material isə titaniumdur. Əgər siz polad material seçəcəksinizsə, bunun qulluğunu mütləq düzgün qaydada eləmək lazımdır. Və sağalma müddəti isə individualdır, yəni dəridən dəriyə fərqlənir. 4 aydan başlayır, ümumilikdə il yarıma qədər çəkə bilir bu proses və sağalma müddətini həm qulluğu düzgün etməliyik, həm düzgün material taxmalıyıq və zərbələrdən falan qorumaq lazımdır mütləq şəkildə. Bəs indi məsələn mənim qulağım sağalıb, mən yeni adi sırğaları taxa bilərəm də, düzdür? Aha, bəli. Amma yenə də çalışmalısınız ki, ya tam marjinal, polad material taxmalısınız və yaxud da titanium model təmiz bir material taxmalısınız. Sadə, məsələn, materiallar qulağınıza düşməyə bilər, reaksiya verə bilər. Sağalma müddəti qeyd elədiyim kimi tamamilə individualdır, yəni dəridən asılıdır. Dərinizə əgər düzgün qulluq edəcəksə, düzgün material seçəcəksə, yəni piercingdə heç bir problem yarana bilməz. Ən əsas odur ki, zərbələrdən qorumalısınız, hansı bir təzyiqdən qorumalısınız. Məsələn, saç falan ilişdirmək olmaz, üzərinə falan yatmaq olmaz. Mən yatırdım. Və s. Başqa nə deyim? Çox sağ olun. Siz sağ olun.
Bu da bizim son nəticə. Seçimim ay və ürək oldu. Ən çox onları bəyənmişdim və yanında digər sırğaları taxanda incə və səliqəli görünəcəklər deyənə bunları seçdim. Piercing travmasına isə gəldikdə, bundan öncə piercing etdirmişdim. Hətta digər qulağımda da bir piercing etdirmişdim. Amma təəssüf ki, həmin o piercingin arxa hissəsi qulağıma batmışdı. Piercing ustası onu yenisinə dəyişsə də müvəqqəti tibbi piercing adlanan rezindən olan bir piercing qoymuşdu, amma nəticədə o bütövlüklə qulağımın içinə girmişdi. Təsəvvür edirsiniz. Mən də məcburən cərraha müraciət etməli olmuşdum. Qulağımda mini əməliyyat olmuşdu və beləliklə ondan sonra bir müddət ümumiyyətlə ona əl dəymədim. Hətta indiyənə qədər də heç əl dəyməmişəm. Çünki bu piercing ustası da, Nara xanım da məsləhət gördü ki, yenə də digər cərraha müraciət edeyim. Çünki sanki orada yuvarlaq yumru nəsə var qulağımda. Ümumiyyətlə bu hadisədən sonra uzun müddət piercing etməyə çox tərəddüd edirdim. Çünki həqiqətən də bərpa müddəti uzun çəkir, amma yenə də əgər düzgün qulluq edirsinizsə və düzgün usta seçirsinizsə, düşünürəm heç bir problem olmayacaq. Belə. Deməli, piercingini bitirdik. İndi gedirəm digər rəfiqəmlə görüşə gedirik onlara. Şəhərimizi kadrı alın. Bu arada həmin o kadrda gördüyünüz insan xarici biri idi, xarici vətəndaş idi və gördü ki, mən çəkirəm foto. Xahiş etdi ki, onu çəkim. Hava gözəl olan kimi insan həyatdan həzz almağa başlayır daha çox. Bəlkə də bəziləri qışda da. Mən qış fəslini çox xoşlasam da, yağışlı havanı sevsəm də. Amma bu faktdır, bir həqiqətdir ki, hava gözəl olanda insanın yaşamaq, belə deyək, o yaşam enerjisi artır. Salam. Salam. Artıq rəfiqəmlə görüşdüm, gedirik onlara. Bizə yemək. Bəbəşlə oynamaq. Ay alış. Deməli belə, hal-hazırda əsəbdən partlayırıq. Çünki yolda gördük ki, bir xanım bir bəy ilə dava edirlər və əməli başlı bəy ona qarşı zorakılıq göstərir. Yəni onu əməli başlı saçından, başından vurur, qolundan tutur, sıxır və biz də ki, təbii ki, yan keçə bilmədik. İstədik ki, ən azından kömək edək xanıma, çünki dedi ki, 102-ni yığacaq, polis yığmaq istəyirdi. Biz də maşını saxladıq ki, minsin maşına, amma sonra qaçdı. Yəni bu davam edirdi. Uzun müddət oğlan maşını ilə ardıca gəlirdi. Sonra qız aptekə girdi, təzədən dalınca gəldi. Biz də təzədən qayıtdıq ki, ən azından qızı xilas edə bilək, belə deyək. Bir müddətlik hardasa qabaqda düşürək. Və təzədən yaxınlaşır ki, narahat olmayın, hər şey yaxşıdır. Qızı yəni Allah bilir döyüb, neyinib, qız başını tuturdu. Saçını sıxmışdı bütün. Qız ondan qaçırdı da, əməli başlı fiziki olaraq qaçışdaydı. Və gəlir, xanım narahat olmayın. O da deyir ki, nişanlımdır. Yəni sən demə, həqiqətən belə insanlar hələm də var. Anormal, psixi cəhətdən həqiqətən dəstəyə ehtiyacı olan insanlardır, xəstə insanlardır psixiki. Yəni şokdayıq da, sadəcə necə. Xanım da deyir ki, nişanlımdır, belə bir şeylər baş verir. Valideynləri məcbur məni saxlayır. Məcbur eləyirlər ki, onunla nişanımı qaytarmayım, amma mən qaytarmaq istəyirəm. Bir dəfə də artıq polisə müraciət etmişəm. Bədbəxt olacaq, yazıq qız. Yəni, əgər küçədə bunlar baş verirdisə, görün evdə nə baş verəcək, ya da verib. Biz şokdayıq, yəni sadəcə olaraq. Qıza nə qədər dedik ki, gəlin əyləşin maşına, haradasa düşür də heç olmasa biraz uzaqda. Dedi, yox, artıq rəfiqəm gəlir, narahat olmayın. Mən düşünürəm ki, deməli bu qıza xoşdur, əgər belə eləyirsən. Yəni doğrudan qorxan qız olsa, bu nə ayaqlardı? Bu nə ayaqlardı? Bu nə şirinliydi? Bu nə ponçikliydi? Hə? Ponçiksən. Kuzeyimi. Yemekleri yom yom yom. Bizim bebeş hayatımız. Yeri yatırıq dururuq. Yeri yatırıq dururuq. Oynayırıq, yeri yatırıq.
Baxın, mənim maraqlı shopping paketləri satırlar. Milli ornamentli və şəhərimiz. Məncə çox gözəldir. Və son zamanlar tez-tez gördüyüm bu stend. Mən şəxsən sınamamışam, ona görə heç bir şey söyləyə bilmərəm. Bəs siz sınamısınız? Aranızda bəlkə dadına baxan var. Ümumiyyətlə son zamanlar belə marketləri sadəcə gəzib, nələrsə seyr etməyi və bəzi lazımlı əşyalar yaddan çıxır, baxanda yadıma düşür, alırsan. Bunu sevirəm son zamanlar. Aranızda paltar yuyan maşına və yaxud da mikrodalğalı sobaya, adi sobaya ehtiyacı olan varsa ala bilərəm. Tostanan da var. Soyuducu da var, blender da var. Sonra toster. Nə maraqlı. Sağ ol. Hal-hazırda çıxmışıq yürüyüşə. Dedik, ayaqla parka qədər gələk, ayaqla da qayıdaq. Bu aralar həm sağlam qidalanma, həm çoxlu hərəkət etməyə, ümumiyyətlə sağlamlığa diqqət etməyə çalışıram. Və həmçində yay gəlir. İstər-istəməz insan həm havaya görə aktiv olmaq istəyir, həm yemək barədə yüngül yeməkləri yeyirsən, yəni orqanizm, bədən elə tələb edir. Bu arada özümlə heç nə gətirməmişdim. Atamın gödəkçəsini giymişəm. Havanı da bu aralar tam anlamaq olmur. Gah yağış yağırdı, gah günəş çıxmışdı. İndi də yenə də çox sərindir. Elə sanki yəni payız havası kimi. Salam, nə düşünürsünüz hava haqqında? Çox maraqlı havadır. Bizə sürpriz eləyir. Ona görə belə deyək, ehtiyat olaraq yanınızda nəsə gəzdirməlisiniz üst geyim olaraq. Ya gödəkçə, ya pencək. Çoxdan da bu tərəflərə gəlmirdim. Daha da yaşıllıq, yəni ağaclar böyüyüb, yaşıllıq çoxalıb. Əslində hava bir balaca da yaxşı olsaydı, bəli olar, çünki yağış yağır. Uşaqlığım boyu məni çox sevən, həddindən artıq qayğıma qalan atanın sevgisi ilə böyümüşəm. Həmişə başqaları ataları ilə uzaq münasibətdə olanda, mənim atamla aramızda dostluq kimi isti və səmimi bir bağ olub. Bəzən də hətta anamdan da daha yaxın olmuşam. Uşaqlıqdan bəri mənə o qədər diqqət göstərib, o qədər sevgi verib ki, həmişə çox sevən, çox qayğıkeş bir ata olub. Deyərdim ki, dünyanın ən yaxşı, ən qayğıkeş, ən sevən atasıdır. Və bu günə qədər də elədir. Hələ də eyni sevgini, eyni diqqəti məndən əsirgəmir. Sonradan böyüdükcə başa düşdüm ki, digər uşaqların, xüsusən də qızların ataları onlara belə davranmır. Bəziləri danışanda deyirdilər ki, onların atası bu qədər qayğıkeş və diqqətli deyil. Mən isə əvvəllər elə düşünürdüm ki, bu tamamilə normaldır və hamı da belədir. Çünki mən belə görmüşdüm və düşünürdüm ki, hamı da belə olmalıdır. Atamın da məqsədi elə bu idi. Bir dəfə anam ondan soruşmuşdu ki, sən niyə qızına bu qədər çox diqqət və qayğı göstərirsən? Atam isə cavabında belə demişdi: gələcəkdə həyat yoldaşını düzgün seçsin deyə, ona qarşı hörmətlə, sevgi ilə davranan birini seçsin deyə. Mən də əlimdən gələni edirəm ki, qarşısında düzgün bir nümunə olum. Və bugün anlayıram ki, o doğrudan da mənim həyatımda ən böyük nümunələrdən biri olub. Atamdan gördüyüm sevgi və qayğı mənə yalnız uşaqlığımı gözəl yaşatmadı, həm də gələcəkdə nəyi qəbul etməyə, nəyi isə əsla qəbul etməməyə öyrətdi. Orada olan bir çox trenajörlarda idman etdim. Amma yağış yağır təəssüf ki. Ona görə biraz tez getməliyik artıq. Gəldik sevimli məkan Rebusa, dəftər seçməliyəm. Sadəcə olaraq iş orasındadır ki, mənim zövqümdə olan dəftərlərin çoxsu artıq var məndə. Və yeni bir şey istəyirəm ki, çaşdırmayım da. Hər belə deyək, dilin və yaxud da hər mövzunu özünə görə dəftəri var məndə. Onu da mütləq çəkəcəm sizin üçün. Məsələn, bundan son dəfə bunun bu rəngini və gümüş rəngini almışam. İndi baxın başqa nə rəngi var. Daha neytral dəftərdir də. Göstərir ki, sən dostların da deyirəm. Bitirəsdir. Nə? Bu da dəftərdir. Prosto sketchbook deyəkim. Sketchbook yetişdirmiş.
şəkil çəkirsən də orada. Xəttsizdir. Zapomic. Ha, komiks var yoxdur. Baxın, qələmdir, amma əməli başda bir oyundur da, yəni. Hər cürə. Bizim vaxtımızda belə bir şeylər yox idi. Nənələr kimi danışdım. Yaşlı nəsli kimi. Baxın, hamısı nəsə üstündə oyuncaqlı falan. Çox diqqət yayındırıcıdır. Amma şirindir. Hamıya salam. Bugün artıq 5-ci gündür. Dünən çəkiliş etməmişəm. Çünki ən son gördüyünüz yağışın altında olan gəzintimizdən sonra mən biraz soyuq dəydi. Bir balaca nasazlanmışdım. Özümü zəif hiss edirdim və bərpaya ehtiyacım var idi. Amma buna baxmayaraq dünən bəzi dərslərimi keçdim. Ümumiyyətlə bu həftə 2-ci günü heç çəkməmişdim. 2-ci gündə dərslər keçdim. Sonra rəqs dərsim oldu. Bugün də indi elə gedirəm rəqs dərsinə. Ondan sonra da bugün təmizlik günüdür evdə. Onunla məşğul olacağam.